16 oktyabr tarixində Bakı şəhərində Paşabankın 2025-ci ilin 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransını giriş sözü ilə açan bankın compliance üzrə baş direktoru Anar Kərimov tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi. Anar Kərimov Paşabankın son 6 ayının yekunlarına həsr olunmuş çıxışı zamanı bankın gördüyü işlərdən və bankdakı yeniliklər barədə media təmsilçilərinə geniş məlumatlar verdi. Əgər ayağınız düşürsə, bizim yeni filialın binasına baxa bilərsiniz. Şuşada məscidlərin birinə yaxın ərazidə yerləşir. Həqiqətən də bir binada bizim holdingin bir neçə belə deyək, şirkətinin nümayəndəliyi var. Onlar içində digər bizim holdingə daxil olan bank və sığorta şirkəti var. Və əsasən bugünkü infrastruktur layihələri həyata keçirilir bildiyiniz kimi. Burada biz real sektorun əsas maliyyələşdirən bir aparıcı bank kimi hökmən orada varıq. Növbəti planlarımız Ağdam şəhəri ilə bağlıdır. Filial şəklində yox, ya şöbə, ya nümayəndəlik şəklində olmalıdır. Paşabankın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev də son 6 ayın yekunlarına həsr olunmuş çıxışında bankın maliyyə imkanlarından və kooperativ bankçılıqdan məlumat verərək gələcəkdə bankın yeni perspektivlərindən danışaraq konferans iştirakçılarına ətraflı məlumatlar çatdırdı. Nəzərə alsaq ki, Azərbaycan bazarında postterminal əsasən sayı hesabında Paşabankın nəzərə çarpan bir növ mövqesi var. Həm dövriyyə tərəfdən, həm də ki, deyərdim ki, bu şəbəkə tərəfdən. Bunun bizim birinci etməyimiz çox önəmlidir. O tələb də bizim bir növ öhdəliyimizdir və biz bunu həyata keçirəcəyik. Bu, mən düşünürəm ki, ən gecə bir ay çərçivəsində biz artıq bunu təmin edəcəyik. Bankın idarə heyətinin üzvü Murad Süleymanov da öz çıxışında 6 ay müddətində bankdan götürülən kreditlər və bankın sərmayə yatırımları barədə danışaraq, o da öz növbəsində bankın bugünkü və sabahki imkanları barədə konferans iştirakçılarını məlumatlandırdı. Sentyabrın sonu, oktyabrın əvvəli bank kimi biz Cyber forumunda iştirak etdik. Orada ümumiyyətlə Azərbaycan bazarına böyük bir maraq gördük. Xüsusilə buna qabardıram. Azərbaycan bazarının inkişafı, Azərbaycan vəsaitində kredit risklərini götürmək, Azərbaycan banklarını maliyyələşdirmək belə maraqlı ciddi şəkildə gördük. Bunu xüsusilə qabardardım. Və həmçində Mərkəzi Bankın 2 ay olar, avqustda xatırlayıramsa, bildiyiniz kimi iyulda olmuşdu. Mərkəzi Bank press konferansında da fırladı. Onlar yeni hedge alətini gətirirlər, bazara gündəmə gətirirlər. Bu da kifayət qədər maraqlı alətdir. Biz onun fonuna baxırıq. Hələ ki, likvidlik profilimiz vəsait imkan verir ki, biz öz vəsaitlərimizdən bu istifadə edilir. Amma ehtiyac gələrsə, bu aləti də nəzərdən keçirəcəyik. Çıxışlar bitəndən sonra jurnalistlərin suallarını cavablandıran bank təmsilçiləri jurnalistlərin verdiyi suallara ətraflı cavablar verərək bütün verilən suallara tam aydınlıq gətirdilər.